Hər vaxtınız xeyir, obyektiv efirdədir. Sosial xidmət anlayışı beynəlxalq miqyasda yeni mərhələyə qədəm qoyub. Artıq sosial dəstək xidmətinin əsas istiqaməti insanın özünü cəmiyyətin bir parçası kimi hiss etməsinə şərait yaratmaqdan ibarətdir. Gəlin mövzunu bir qədər açaq. Fərdlərin psixoloji vəziyyətinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası, peşə bacarıqlarının inkişafı və sosial həyata aktiv şəkildə qoşulması həssas əhali qruplarına təqdim olunan sosial xidmətlərin əsas istiqamətləridir və bu siyahı kifayət qədər genişdir. Diqqətimizi ölkəmizdə sosial xidmətlərin hansı səviyyədə təşkil olunmasına yönəldəcəyik? Obyektiv cavablar üçün bizimlə qalın. Çoxşaxəli sosial xidmətlərin əhatə dairəsi və effektivliyi xüsusi aktuallıq daşıyır. Hər şey cəmiyyətin ən kiçik üzvlərindən, uşaqlardan başlayır. Həftənin sosial xülasəsində sosial xidmət müəssisələrində uşaqlara göstərilən xidmətlərdən də bəhs edəcəyik. Bunun üçün Dost TV-yə birbaşa bağlanırıq. Hər vaxtınız xeyir, Əsmər. Salam, hər vaxtınız xeyir olsun xanım. Dost TV-nin studiyasından sizi və tamaşaçıları salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. Bakıda keçirilən Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası çərçivəsində açılışı olan Nurban Expo sərgi məkanında Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusi pavilyonla təmsil olunur. İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan mövzusunda təşkil edilmiş pavilyonda mərkəzin təlimçi və benefisiarlarının müxtəlif istiqamətlər, o cümlədən dulusçuluq, bədii oyma, vitraj təsviri incəsənət və digər yaradıcılıq sahələri üzrə hazırladıkları əl işləri nümayiş etdirilir. Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 380 nəfər əlilliyi olan, digərləri valideyn himayəsindən məhrum, həmçinin çətin həyat şəraiti ilə qarşılaşan uşaqlar olmaqla ümumilikdə 665 uşağa stasionar şəraitdə xidmətlər göstərilir. Onların mütəxəssislər tərəfindən ilkin qiymətləndirilməsi aparılır, fərdi inkişaf planı hazırlanır. Plan əsasında sosial məişət, sosial psixoloji, tibbi sosial, sosial pedaqoji və sosial hüquqi xidmətlər göstərilir. Ankarada gələcəyi birlikdə formalaşdırırıq. Hamı üçün dayanıqlı əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda 10-cu Beynəlxalq Əməyin Təhlükəsizliyi və Sağlamlığı konfransı keçirilib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində ölkəmizin əməyin mühafizəsi sahəsində təcrübəsi barədə məlumat verib. Konfransdan sonra keçirilən görüşlərdə əmək müfəttişliyi və əməyin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və prezidentin aylıq təqaüdü ödənilib. Ödənilən vəsait ötən ilə müvafiq dövrünə nisbətən müavinətlər üzrə 16%, təqaüdlər üzrə isə 17% çox olub. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, obyektiv davam eləyir. Hələlik. Təşəkkür edirəm, Əsmər. Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri xanım Tünzalə Verdiyeva ilə söhbətimizə başlayırıq. Sosial xidmətlər sahəsində mövcud vəziyyətə və çağırışlara nəzər salacağıq. Tünzalə xanım, xoş gəlmişsiniz, xoş gördük sizi studiyamızda. Təşəkkür edirəm dəvətə görə, sizi və tamaşaçılarımızı salamlayıram. Tünzalə xanım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bütün yaş qruplarından olan və həssas kateqoriyaya aid olan vətəndaşlarımızı əhatə edir xidmətləri ilə. İstərdim söhbətimizə elə agentliyin xidmətləri ilə başlayaq. Nə tip xidmətlər və hansı xidmət istiqamətləri vətəndaşlarımıza təqdim olunur? Sosial Xidmətlər Agentliyi çətin həyat şəraitində olan şəxslərə, ailələrə, sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin tabeliyində 13 regional filial fəaliyyət göstərir, 21 stasionar sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Eləcə də ixtisaslaşmış sosial xidmət mərkəzləri və daimi gün ərzli qayğı mərkəzləri ilə həssas əhali qrupundan olan şəxslərə xidmətlər təşkil olunur. Filiallarımız tərəfindən səyyar xidmətlərə misal olaraq, göstərilən xidmətlərə misal olaraq deyə bilərəm ki, evdə səyyar sosial məişət xidməti,
Təhsildə sosial iş xidməti, əlilliyi olan uşaqlar və ailələri ilə sosial iş xidməti, repatriasiya olunmuş şəxslərin ölkə ərazisinə reinteqrasiyası və reabilitasiya işi, ədliyyə sosial işi və digər səyyar xidmətlər göstərilir. Sığınacağa ehtiyacı olan hər yaşda çətin həyat şəraitinə düşmüş şəxslərə uyğun isə 21 sosial xidmət müəssisəmiz var ki, bu müəssisələrdə həmin şəxslər dövlət qayğısı ilə hər tərəfli əhatə olunurlar. Siz biraz əvvəl qeyd etdiniz ki, hər yaş qrupuna uyğun, bəli, uşaqlar üçün 6 uşaq evi sosial xidmət müəssisəsi, 2 kiçik qrup evi, burada tipik uşaqlar yaşayır və yaxınlıqdakı məktəblərdə təhsil alınır. Əlilliyi olan uşaqlar və şəxslər üçün stasionar müəssisəmiz fəaliyyət göstərir. Eləcə də ahıl şəxslər üçün sosial xidmət müəssisəsində və digər kateqoriyadan olan şəxslər üçün sosial xidmət müəssisələrində həmin şəxslər hər tərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bəli, Sosial Xidmətlər Agentliyinin əhaliyə təqdim etdiyi xidmətlər zərfi çoxşaxəli və genişdir. Bəs bu sosial xidmətlərdən yararlanmaq istəyən vətəndaşlarımız hara müraciət etməlidir? Deməli, 142 çağrı mərkəzinə müraciət edərək sosial xidmətlər haqqında məlumat almaq mümkündür. Eləcə də Dost Agentliyinin dost mərkəzlərinə müraciət edirlər və biraz əvvəl qeyd etdim ki, Sosial Xidmətlər Agentliyinin tabeliyində 13 regional filial fəaliyyət göstərir. Bizim vətəndaşlarımız ərazi üzrə həmin filiallara müraciət edərək məlumat əldə edə bilərlər. Həmçinin bizim regional filiallarda işləyən sosial işçilər, onlar icmalarla sosial iş aparırlar və böhranlı vəziyyətdə olan şəxsləri özləri axtarırlar, tapırlar, onları uyğun xidmətlərə yönləndirirlər, onlara hüquqi yardım və sosial məsləhət yardımı göstərilir. Ümumiyyətlə, sosial işçinin peşəsi, ixtisası ondan ibarətdir ki, o sosial müdafiə ehtiyacı olan şəxsləri özü araşdırır, tapır və onları uyğun xidmətlərə yönləndirir. Amma hansı bir şəxs özü müraciət etmək istəyirsə, yaxud da ki, bir yaxını böhran vəziyyətindədir, ümumiyyətlə, heç yaxını deyil, cəmiyyətin hər hansı bir üzvüdür, sosial xidmətə onunla bağlı müraciət etmək istəyən şəxslər bax, bu resurslar vasitəsilə müraciət edə bilərlər. Bu çox önəmlidir ki, sizin sosial işçilər də həmin vətəndaşları axtarırlar, tapırlar, burada sosial mediada onların köməyinə çatır təbii ki. Söhbətinizin əvvəlində Tünzalə xanım qeyd etdiniz ki, Sosial Xidmətlər Agentliyi əlilliyi olan və evdə ahıl şəxslərə də səyyar xidmət göstərir. Ahıl və əlilliyi olan şəxslərə hansı xidmətləri təqdim edirsiniz? Deməli, Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində birgə yaşamayan, yaxın qohumları və qanun nümayəndələri ilə tənha ahıllara, ahıl ərarvatlara və əlilliyi olan şəxslərə evdə səyyar sosial məişət xidməti göstərilir. Bu xidməti təşkili, sənədlərin toplanması, fərdi inkişaf planının hazırlanması sosial işçi tərəfindən həyata keçirilir. Sosial xidmətçi isə vətəndaşın ünvanında, evində onlara sosial məişət xidməti göstərir. Bu xidmətlərə aiddir mənzilin təmiz, səliqəli saxlanılması, yeməyin hazırlanması, yeməyin yedizdirilməsi, kommunal xərclərin ödənilməsi, evə həkimin çağırılması, həkimin təyinatı üzrə reseptinə uyğun dərmanların alınması, kommunal xərclərin ödənilməsi və s. kimi bu xidmətləri deməli, sosial xidmətçi evində həmin şəxslərə göstərir. Deməli, sosial xidmətçi həm də bir ailə üzvü kimi ahıl və əlilliyi olan şəxslərin qayğısını çəkir deyə bilərik. Bəli, sosial işçi də bu xidməti təşkil edir. Burada sənədləşmə, hüquqi yardım, sosial məsləhət yardımı. Amma sosial xidmətçi birbaşa həmin ahıl şəxsin, tənha ahıl şəxsin, tənha ərarvadın və əlilliyi olan şəxsin evində bu xidməti göstərir və onlarla çox yaxşı bir münasibət, emosional bağ qururlar və onun həmin insanın şəxsində onlar ən yaxın, ən əziz, ən doğma insanı görürlər və onlar dünyasını dəyişəndə də həm sosial işçi, həm sosial xidmətçi bütün dəfn mərasimini də, bu işləri də həmin şəxslər təşkil edirlər. Növbədə kiçik bir fasiləmiz var, ardınca söhbətimiz davam edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən təhsildə sosial iş xidməti çərçivəsində uşaqların təhsilə davamlılığının təmin olunması istiqamətində mühüm nəticələr əldə edilib. Eyni zamanda ailələrə sosial dəstək göstərilib, xüsusi qayğıya ehtiyacı olan uşaqlar müvafiq xidmətlərə yönləndirilib və maarifləndirmə tədbirləri həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən 1349 məktəbə səfər edilib. Bu xidmət Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində 2023-cü ildən həyata keçirilir. Xüsusilə çətin həyat şəraitinə düşmə riskli olan uşaqlar aşkar edilir və onlarla sosial-psixoloji iş həyata keçirilir. Təhsildə sosial iş layihəsinin əsas mahiyyətinin biri, əsas uğurlarından biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 1349 məktəbə səfəri zamanı 460 şagirdimizin davamiyyətinin bərpa olunması. Bu gözəl uğurdur və gözəl göstəricidir. Ötən dövrdə 5399 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. Vəziyyəti daha riskli hesab olunan 2036 uşağın ailələrinə səfər edilib və təfsilatlı qiymətləndirmə həyata keçirilib. Baxımsız, kimsəsiz uşaqlar isə agentliyin müvafiq uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri də fərdi təhsilə yönləndirilib. Eləcə də nitq və ünsiyyət çətinliyi olan 123 uşaq loqopedik xidmətlərə cəlb edilib. Bundan başqa, Bakı və regionlarda yerləşən 190-a yaxın ümumi təhsil müəssisəsində uşaq hüquqları, ailə dəyərləri, erkən evlilik, məişət zorakılığı, zərərli vərdişlər, psixi sağlamlığın qorunması və digər mövzularla bağlı maarifləndirici görüşlər təşkil olunub. İstərdim 50-lik olan uşaqlar məsələsinə də toxunaq. 50-lik olan uşaqların sosial müdafiəsi, onların həm özlərinin, həm ailələrinin cəmiyyətə inteqrasiyası istiqamətində hansı xidmətlər təklif olunur? 50-lik olan uşaqlarla sosial xidmətin hər üç formasında iş təşkil olunub. Həm səyyar formada, həm stasionar formada, həm yarım stasionar formada. Səyyar formada biz 50-lik olan uşaqların siyahısını Nazirliyin digər tabeli qurumu olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən alırıq. Həmin siyahı ilə əlaqədar, həmin siyahıda deməli uşaqların adları, soyadları, əlillik diaqnozu, ünvanları, telefon nömrələri, yəni onlar haqqında bütün məlumatlar həmin bazada var. Ailələrlə danışılır və razılaşdırıldıqdan sonra sosial işçi və psixoloq 50-lik olan uşağın ailəsinə səfər edir. Uşağın ehtiyaclarını qiymətləndirir, ailənin hansı xidmətlərə ehtiyacı var, çıxışı ola bilər, onlara məsləhətlər verilir və sosial təhlükəli vəziyyətdə olan bəzi 50-lik olan uşaqlar aşkarlandı. Onlar bizim müəssisələrimizə yerləşdirdilər. Bu səyyar xidmətin məqsədi odur ki, 50-lik olan uşaqların və onların ailələrinin paytaxtda və regionlarda hansı xidmətlərə ehtiyacı və tələbatı var, o tələbatı biz müəyyənləşdiririk. O tələbata uyğun olaraq bu ehtiyacı prioritetləşdiririk və həmin ərazilərdə tutaq ki, gün ərzə qayğı mərkəzləri, ixtisaslaşmış sosial xidmət mərkəzlərinin açılmasını məsələsini qaldırırıq biz. Stasionar formada isə 50-lik olan uşaqlar üçün deməli orada yaşayırlar və təhsildən yararlana bilməyən 50-lik olan uşaqlar və kimsəsiz, baxımsız vəziyyətdə olan uşaqlar isə bizim stasionar müəssisədə dövlət qayğısı ilə əhatə olunurlar. Yarım stasionar formada isə ixtisaslaşmış sosial xidmət mərkəzləri. Artıq bu mərkəzlər regionda da fəaliyyət göstərir. Ağdam rayonunun Quzanlı kəndində bu mərkəz fəaliyyət göstərir və paytaxtda deməli Sabunçuda, Nərimanovda, Yasamalda, Abşeron Xızı regional filial tərkibində olan Xırdalan qəsəbəsində və eləcə də Sumqayıtda sosial xidmət kabinetimiz fəaliyyət göstərir. Bax, bu mərkəzlərdə həmin uşaqlara multidisiplinar komanda xidmət göstərir. Sosial işçi həmin uşağın deməli hansı xidmətlərə ehtiyacı, tələbatı varsa, onu qiymətləndirərək aşkara çıxarır. Xidmətlər kifayət qədər genişdir. Mən istərdim efir vaxtımızdan istifadə edərək hər biri barədə məlumat verək bizim izləyicilərimizə. Məişət zorakılığından əziyyət çəkən şəxslərə də dəstək göstərirsiniz. Agentlik tərəfindən nə kimi xidmətlər təklif olunur? Məişət zorakılığı bilirsiniz ki, birgə yaşayan, yaxud əvvəllər birgə yaşamasından sui-istifadə edərək ailə üzvlərinin, yaxın qohumlarının şəxsə göstərdiyi fiziki və mənəvi təzyiqdir, zorakılıqdır. Biz bu kontingentlə 3 mərhələdə iş aparırıq. Biri qabaqlayıcı mərhələ,
İkinci böhran anında müdaxilə, sonuncu isə reabilitasiya xidmətləri. Qabaqlayıcı tədbirlər, yəni preventiv xarakter daşıyan tədbirlər uşaqların, yeniyetmələrin, gənclərin təhsil aldığı müəssisələrdə. Məsələn, bizim təhsildə sosial iş xidməti çərçivəsində demək olar ki, ölkənin bütün və şəhər və rayonlarında, məktəblərdə məişət zorakılığının qarşısının alınması, erkən nigaha yox deyək, insan alverinə qarşı mübarizə, ümumiyyətlə uşaq hüquqları, insan hüquqları mövzusunda tədbirlər, təlimlər keçirilir. Bu qabaqlayıcı tədbirlərdir ki, bizim vətəndaşlarımız hüquqi cəhətdən savadlı olsunlar. Onlar məişət zorakılığının, insan alveri qurbanına çevrilməsinlər. Onlar başqaları tərəfindən onların hüquqları tapdalanmasın. Böhran anında müdaxilə isə bizim deməli Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunan 116-123 qayğı çağrı mərkəzi var. Qaynar xətt xidmətidir. Deməli, həftənin 7 günü 24 saat məişət zorakılığı haqqında bizim vətəndaşlarımız, həm o məişət zorakılığına məruz qalan şəxs, həm də bu haqda məlumatlı olan şəxslər müraciət edə bilərlər. Və burada dərhal deməli telefonda götürən şəxslər ixtisasca psixoloqdular. Həmin anda o böhranlı vəziyyətdə həmin şəxsi sakitləşdirmək, onlara uyğun psixoloji dəstəyi göstərmək, hüquq mühafizə orqanları ilə əlaqəni qurmaq. Ümumiyyətlə, həmin böhran anında o zəng edən şəxslə bağlı, onun qaldırdığı problemlə bağlı adekvat tədbirlər görülür. Bu qaynar xətt xidmətini istəyirəm bir daha səsləndirəm. 116-123 qaynar xətt xidməti məhz məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərmək üçün fəaliyyət göstərir. Sonuncu mərhələ isə artıq məişət zorakılığına məruz qalmış şəxslərin reabilitasiyası. Bu reabilitasiya xüsusi peşəkarlıqla, konfidensial bir şəkildə həyata keçirilir. Müvafiq deməli, stasionar müəssisənin tərkibində bir şöbədir. O şöbənin yeri gizli saxlanılır. Ümumiyyətlə, məişət zorakılığına məruz qalıb o müəssisəyə yerləşdirən şəxslərin kimliyi də gizli, konfidensial saxlanılır. Bu, onların təhlükəsizliyi baxımından edilir və orada onlara həm sosial məişət xidməti göstərilir, həm sosial hüquqi xidmət göstərilir. Sosial mədəni xidmət, yenidən onların cəmiyyətə inteqrasiyası sahəsində deməli fəaliyyət həyata keçirilir. Hər bir məişət zorakılığına məruz qalmış şəxs üçün fərdi inkişaf planı tərtib edilir, onun ehtiyacları, tələbatları qiymətləndirilir. Müəssisədə qaldığı müddətdə psixoloq, həkim, sosial pedaqoq həmin şəxslərin reabilitasiyası üçün fəaliyyət göstərilir. Tüzarə xanım, sizə təşəkkür edirəm. Kifayət qədər məişət zorakılığı ilə bağlı detallı məlumat verdiniz. Müasir dövrdə insan alveri qlobal problemlərdən biri hesab olunur və həm yerli, həm beynəlxalq səviyyədə bu problemlə mübarizə aparılır. Ölkəmizdə insan alveri qurbanı olmuş şəxslərə hansı sosial və psixoloji dəstək proqramları göstərilir? Bax, bu xidmətdə 2 mərhələdə həyata keçirilir. Biri, potensial insan qurbanı ola biləcək şəxslərlə sosial işdir. Bu, maarifləndirmə tədbirlərdir. Bizim insan alveri qurbanlarına yardım mərkəzi var. O mərkəzin hüquqşünası, psixoloqu, digər əməkdaşlar, orada multidisiplinar bir komanda fəaliyyət göstərir. Mən deyərdim ki, məktəblərdə, universitetlərdə, harada ki, insan alveri qurbanı, potensial qurban ola biləcək şəxslər var, hüquqi cəhətdən bilikləri zəifdir. Bunlar kimdir? Uşaq kontingentidir, yeniyetmələrdir, gənclərdir. Onlar tədbirlər təşkil edirlər, gənclər təşkilatları ilə birlikdə, qeyri-hökumət təşkilatları ilə birlikdə, yerli icra hakimiyyəti orqanları ilə birlikdə ki, bu problem haqqında əhalini maarifləndirsinlər. Bilirsiniz, insan alveri qurbanı insanlığa qarşı törədilmiş ən qəddar cinayətdir, ən qəddar rəftardır. Amma təəssüflər olsun ki, belə bir hal var və qurbanların reabilitasiyası üçün də bizdə deməli adaptasiya mərkəzi var. Həmin mərkəzdə deməli siyahılar Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən siyahı təqdim olunur. Həmin şəxslərin razılığı ilə, çünki bilirsiniz, sosial xidmətdən istifadə şəxsin öz arzusu, razılığı ilə deməli başlayır və davam etdirilir. Bu, həmin benefisiarların hüquqlarıdır. Onların da konfidensiallığı qorunmaqla hər tərəfli yardım göstərilir. Onların peşə hazırlıq kurslarına göndərilir, işlə təmin edilməsi sahəsində fəaliyyətlər göstərilir, hüquqi yardım göstərilir. Amma bilirsiniz, onlar çox ciddi travma alıblar və onların sosial
psixoloji reabilitasiyası xüsusi peşəkarlıq tələb edir. Xidmət sahəniz kifayət qədər genişdir, amma efir vaxtımız məhduddur. Bacardığımız qədər bizi izləyənləri məlumatlandırmağa, maarifləndirməyə çalışdıq. Sizə və çalışdığımız Sosial Xidmətlər Agentliyinin bütün kollektivinə uğurlar arzulayıram. Çox sağ olun, dəvət etdiyinizə görə təşəkkür edirəm. Qonağımızla söhbətimizi izlədiniz. Sosial sahə ilə bağlı yenilikləri diqqətdə saxlayacağıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.